Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. May ayı üçün sizlərin hər birinizə aid olan bürcləri sizlərə paylaşmaq istəyirəm. Səhifəni takib etməyi və bəyənməyi, hər hansısa bir suallarınız varsa onları yazmağı unutmayın. May ayı üçün oğlaq bürcləri, inşallah oğlaq bürclərində uğurlar gözləyir və hər bir bürc altında olana xoş gözəl günlər nəsib etməyini arzulayıram Allahımdan. May ayının ilkin həftəsində oğlaq bürclərinin çətinliklər gözləyir. Bəzi xəbərlər olacaq ki, onları sevindirməyəcək, göz yaşı olacaq. Allah Taala verən də Allah da, alan da Allah da. Allah Taala hər bir insanımızı qorusun, amma enində sonumuz ölümdür. Hər şeyin qərarını verən Allahdır. Sadəcə mən gördüyümü deyirəm. Bəzi insanlar, xəstə olan insanlardan xəbəri çıxacaq. Birinci həftənin ikinci yarısında həm sevinciniz, həm də kədəriniz olacaq, itkiləriniz olacaq, iş müqavilələrində pozuntunuz, iş günlərində sizə atılan böhtanların, şərlərin nəticəsində aqressiyanızı saxlayın, səbr edin və hər şeyin sonuna Allah özü çıxır. Uzaq yol üçün may ayında heç bir oğlaq bürcü, istər qadın, istər kişilər üçün uğurlu deyil. May ayında oğlaq bürclərinə güclü şeytan əməli edə bilərlər. Ona görə də ehtiyatlı olun. Bəd nəzərinizdən özünüzü saxlayın. Üçüncü həftənin ikinci yarısında şad xəbərlər sizi gözləyir və yeni müqavilələriniz olacaq. İşdən çıxarılanlar yenidən işinə dəvət olunacaq, geri qayıdacaqlar. Uzaq yoldan xeyir xəbərlərini eşidəcəklər. Ola bilər deyirsiniz ki, niyə gəh deyirsiniz, belə deyirsiniz, gəh elə deyirsiniz, amma bir şey unutmayın ki, bir ayda 4 həftəsi var, hər həftənin öz günləri və Allahın öz hökmü var. Yazan da Allahdır, pozan da Allahdır. Hər an öz əmrini, hökmünü dəyişə bilən odur. Yəni, bugünkü gündə çıxacağı, olacaqları mən deyirəm. Bəzi təsərrüfatda olan insanlarda ziyan dəyəcək, uğursuzluq olacaq, təsərrüfat işini görən insanlarda, böyük biznesmenlərdə, pulunda, işlərində biraz zəiflik olacaq, diqqətli olun, çünki əhatənizdə olan insanlar sizi aldadır. Bəzi evdə işləyən insanlarından ehtiyatlı olun, sizə yaxın olan, ən yaxın insanlarınızdan belə biraz ehtiyatlı olun, çünki karma sizin üzərinizdə may ayında biraz qara görsənir. 22-si, 18-i, 22-si ən uğurlu günlərimizdir. Həftənin 1-ci, 4-cü, 5-ci günləri ən uğurlu günlərimizdir. May ayı üçün dolça bürcləri, Allahın izni ilə dolça bürcləri üçün də uğurlu, xeyirli günlər çıxar. Allah hər bir bürc altında doğulan insanlara öz əməllərinə görə müjdəsini versin. Və ümid edirəm ki, dolça bürclərində də uğurlar olacaq. Əziz dolça bürcləri, may ayı sizi üçün ən uğurlu, ən gözəl bürclərdən, aylardandır. Çünki may ayında sizi üçün narahatçılığı olan insanlarda, şeytani əməlindən şübhələnən insanlarda və olan insanlarda təmizliyinizi həmən edin. Çox güclü təmizlik vaxtına düşür və qoruyucularınızı qoydurun. Təmizlik etmək şərt deyil, qoruyucularınızı da qoydurun. May ayı üçün yeni bizneslər, yeni görüşlər, yeni tanışlıqlar sizi üçün çox uğurlu və düşərlidir. May ayı üçün ən güclü günləriniz, pullarınızın qədrini bilin. Bu ay sizə gözəl, uğurlu, bərəkətli bir ay olacaq. Xəstəliyi olan insanlar sağlamlıqlarına qovuşacaq, evladı olmayanlar evladlarına qovuşacaq. Dolça bürclərindən
Belə götürəndə 85% tələbələr uğurla imtahanlarını verəcək. May ayının ilkin həftəsindən son həftəsinə qədər sizə gözəl günlər. Təbii ki, hər insan hər gün xoşbəxt ola bilməz, hər gün uğur qazana bilməz. Bu Allahın əlindədir. Amma uğurunuz, nailiyyətləriniz boldur. Yüksək vəzifəyə qalxmaq istəyənlər üçün yüksək vəzifə müjdələri var. Xeyir xəbərə müqabilə müjdələri var. May ayı üçün ən gözəl günlərdən sizi üçün düşərli günlər 21-i, 2-si, 14-dür. Ən düşərsiz günlər 19-u, 20-si, 1-idir. May ayı üçün balıq bürcləri, romantik olan balıq bürcləri, heç kimsə ilə işi olmayan, dəymə mənə, dəyməyim sənə şüarı altında yaşayan balıq bürclərini görək nə gözləyir. İnşallah Allahın izni ilə, rızası ilə onlar üçün də gözəl günlər nəsib olsun. Görək onları nə gözləyir. May ayı üçün balıq bürclərinin ilkin həftəsindən 3-cü həftənin ilkinci günlərinə qədər çox ağır günlər gözləyir. Puldan narahatçılıq, xəstəlikdən narahatçılıq və bəzi yeni xəstələnmişəm deyən insanlarda aldadılma, xərçəng adı verilmə olacaq, amma narahat olmayın. Bütün bunlar sizdə yoxdur. May ayı üçün balıq bürclərinə güclü şeytan əməlləri etməyi düşünürlər və gözləyirlər. Allah elə insanların öz ayağına, öz evinə qaytarsın inşallah. May ayı üçün vəzifədə olan balıq bürclü insanlarda vəzifəsindən azad olunması, bəzi problemlərin yaşanması, qəlb qırıqlıqları bunlar olacaq. May ayı üçün nişanlı insanlarda nişan qaytarılması, ilkin pozulması belə bir şeylər olacaq. Amma 3-cü, 4-cü həftəsində bu 2 həftənin 4-cü həftəsində üzr istəyirəm. 1, 2, 3 həftəsi çətinlikləri çox olacaq. 4-cü həftəsində yenə də uğurlar gəlməyə başlayacaq, yenə də nailiyyətlərində qazanacaqlar. May ayı üçün 17-si, 8-i ən uğurlu günlərdir. Qalan günlərində uğursuzluqları olduğuna görə rəqəm göstərmir. Və mənim əzizlərim deyə bilərdiniz ki, Oxatan bürclərində uğurlu rəqəmləri demədiniz. Ona görə ki, balıq bürclərindəki kimi yenə də xoş, normal bir günlər yazıq. Biz Oxatanlarda bunu çıxartmadı. Əsas Allahdan yazıq olmayaq, əsas Allah özü qorusun hər bir insanlarımızı və dostlar, sizdən bir şey xahiş etmək istəyirəm. Sonuna qədər baxmağı və bəyənməyi unutmayın. Bir də sizlərdən başqa bir şey xahiş edəcəm. Baxın, bir insanı əgər özünə arxayındırsa, başqa bir insanın hesabına girib orada mən filan kəs yaxud baxıcı, ekstrasens tanıyıram, yaxşıdır. Unutmayın, həmin adamlar özləridir və biri də yazır nömrəvi mənə at. Yəni, niyə ki, bunlar diqqət cəlb eləmək istəyirlər. Normal insan, əgər gücü olan güclü insan niyə başqasının profilinə girməlidir, niyə başqasının nəyində özünə müştəri axtarmalıdır. Allah hər bir insanımıza, millətimizə, xalqımıza uzun ömür, can sağlığı versin. Qədə balalardan, şeytani niyyətli insanlardan qorumaq nəsib etsin. Amin.